Yoxsulluğa səbəb olan 10 bitə əməl. Quran ayələri və hədislərə görə 15 əməl yoxsulluğa səbəb olur. 1. Zina. 2. Haram musiqi. 3. Müsəlmana xəyanət. 4. Özünü yoxsulluğa vurmaq və daima naşükürlük etmək. 5. Söyüş söymək. 6. Davamlı günah etmək, Allaha üsyankarlıq. 7. Haram yemək, haram qazanmaq və haram edilmiş qidaları yemək. 8. Dilənçilik. 9. Möhtəkirlik. 10. Valideyni qəzəbləndirmək və narahat etmək. 11. Namaza etinasızlıq. 12. Cənabətli halda çox qalmaq və bu halda yemək yemək və yatmaq. 13. Evi və qab-qacağı çox çirkli saxlamaq. 14. Yalan danışmaq. 15. Evdə ailə və uşağı söymək və lənət demək.